Amma məmurlarımız bunu edir. Gəlirlər, ancaq Mübariz İbrahimovun qəbrini ziyarət edirlər. Bir də Fred Asif dediyimiz bir şəhidimiz Çünki var. orada bir hasar var da. O Bəli, hasarı o hasar götürülməlidir. götürülməlidir. Nə üçün o hasar qoyulub? Götürülməlidir. Mən anlamıram. O deməli boş sahə, yəni o əvvəlcə o şəhidlərin qəbirləri olan zaman orada boş sahə vardı. Xatırladım ki, elə müharibə olmamışdan qabaq orada qazıntılar gedib. Bəli, bəli. Bəli, orada qazıntılar Bəli, gedib. Yəni bunu mən dəqiq bilirəm. Bilirəm, biz Sadəcə orada olaraq bitirlərdik, bilmirdik nə üçün o qazıntılar gedir. O Bəli. qəbirlər niyə qazılır onu da bilmirdik. Elə bir yerini hazırlayırdılar. Bəli, bəli. Düşünürdük ki, pandemiya dövrüdür, yəni pandemiya qurbanlarını burada dəfn elələr ya məsələ də burasındadır ki, niyə həmin 2-ci fəxri xiyabanda elə bir informasiya Bəli, ötürmüşlər. bəli, bəli. Amma sən demə, qarşıda bizim gözləmədiyimiz, daha doğrusu gözləyirdik, amma gözləmədiyimiz bir müharibə olacağı və müharibənin şəhidləri, bəli, qalibləri və şəhidləri üçün, qalibiyyəti bizə yaşadan şəhidləri üçün. Amma o qalibiyyəti də, o qalibiyyətin də cığırını 90'lar çəkib axır. Və o cığır çəkibsə çift dəsti kimi o səddi qoymağın nə adı var idi? Bəli, o 90'ların çəkdiyi ki, cığır var, o cığırın qabağına o hasarı çəkmək olmaz. O hasar bütünlüklə ləğv olunmalıdır. Orada 44 günlük şəhidlərimizdən dəfn olunan istiqamətdə bir küncdə abidə qoyulub. O abidə, o küncdə olmamalıdır, tən ortada olmalıdır. Çünki biz əgər qalibiyyətimizi bildirən bir abidə qoyuruqsa, o abidə tən ortada olmalıdır ki, yəni 90'lar cığırı çəkib, 44 günlüklər də davam edir. 44 günlüklər kimlərdir? Bu 90'ların balalarıdır da. O tarixi davam etdirənlərdir. O tarixi davam etdirənlər. İndi mən sizə bir dənə söz deyim. Bax, bu 90'ların şəhidlərindən baxırıq. Demək, Qoca baba 41-ci illərdə ölüb. Ata 92'də şəhid olub. Ya oğludurmu, ya nəvəsidirmi? Gəldi, bu da 44 günlükdə şəhid olub. Bir ailədən 3 dənə şəhid var. Biz bunu necə bu 2 dənəni unuda bilərik, ancaq 44 günü deyə bilərik? Olmaz. Şəkilləri tez-tez dəyişin. Olmaz. Biz bunları cəm şəklində deməliyik. Biz yenə 18-ci ildən bəri, bax, 20 yanvar hadisəsində Dağüstü parkda oranı, xiyabanı yaradan vaxtı, qazıntılar gedəndə oradan nə çıxırdı? 18-ci ilin şəhidlərinin sümükləri çıxırdı. Çünki bu bizim gözümüzün qabağında oldu. 90-cı ildə 10-cu sinifdə oxuyurdum. Ora biz gedən vaxtı, qəbirlər qazılanda o sümüklər oradan çıxırdı. Biz bunun şahidi olmuşuq, biz bunların hamısını görmüşük. İndi də 90'ların şəhidlərini çox xahiş edirəm. Məmurlar, şəhid nə mənimdir, nə qeyri birisinindir. Şəhid dövlətin şəhididir. Və heç kimə də ixtiyar verilmir ki, dövlətin şəhidinə ayrı seçkilik qoysun və köhnəsisən, təzəsisən unutsun. Şəhid unudularsa, vətən unudular. Şəhid unudulmamalıdır. Şəhidin adı yaşadılmalıdır. Heç bir məmur, Cənab Prezident hər an deyir ki, şəhid ailələrinə, yəni onlar həssas ailələrdir. Onlarla məmurlar elə bir davranın ki, onları incitməyin, onlara qulaq asın. Cənab Prezident demədi ki, ancaq 44 günlükləri. Cənab Prezident dedi ki, 90'lardan bəri, lap əvvəllərdən bəri. Amma məmurlara yaxınlaşırsan, deyirsən, artıq sən köhnə şəhidsən, sən sayılmırsan. Köhnə şəhidin ailəsini işdən çıxardır və yaxud da deyir ki, sən mən səni tanımıram, mən nə bilim sən kimsən, sən çıx get, sənin yerinə 44 günlük şəhidin götürürəm. Bu nə deməkdir? Belə bir şey eləmək olarmı? Olmaz. O da mənimdir, bu da mənimdir. Hamısı mənimdir. Niyə sən buna ayrı seçkilik qoyursan və iki ailələri üz-üzə qoyursan? Aralarına intriqa yaradırsan. Nə üçün? Nə üçün axı 44 günün şəhid ailələrindən olub? Əyalətlərimizin birində oldu. Biz 90'ın şəhid ailələri, biz necə deyirlər, bu konfliktə son qoyduq. Sağ olsun, şəhid analarımız var idi, Səlminaz ana, Məlahət ana, şəhid bacımız Sevinç xanım, özüm. Yəni, o rayondan əlaqə saxladıq. 44 günlük şəhid ailələri ilə 90'ın şəhid ailələrinin arasında olan konfliktlər yerindicə həll olundu. Bunu biz ayıbdır, biz kimlə kimi üz-üzə qoyuruq? Ay məmurlar, niyə bu işi eləyirsiniz? 90'cı ilin şəhid ailələrini
Niyə qırağa qoyursunuz? Və məmurlar bizə sənədlər verirsiniz ki, 90-cı ilin şəhidlərinə bəzi imtiyazlar aid deyil. Niyə? Nə üçün? Bax, biz müraciət eləmişdik dekabrın 2-sində müraciət eləmişdik ki, 90-cı illərdə şəhid olan 90-cı illərdə şəhid olan analar, şəhidlərin anaları müraciət eləmişdilər ki, şəhidlərimizi yad olunsun, yəni onlara 3000 dəfn pulu verilsin və onlar 3000 dəfn pulları və onların adları əbədləşdirilsin. Yəni Azərbaycan bayrağı ordeni, igidlik ordeni, milli qəhrəmanlığı hansı o dövrə hansı düşürdüsə o verilsin. Və onları bizə cavab verildi. Bizə cavab verildi. Mən Üzr olar istəyirəm. ki, Elnur bəy, siz sualınızı bir də yazın, dəyərli izləyici. Mən tapa bilmədim sualı. Bir də yazın. Elnur bəy də sual vermək istəyir. Bir də yazın, görək nə ilə bağlıdır. Mövzu ilə bağlıdırsa verəcəm. Aha, buyurun. bir saniyə. Mən yaxşı olar ki, ərizədəkilərin hamısını deyim, yoxsa hissə deyim, o ətrafda danışaq. Hissə deyək. Əsas Aha. məsələn qaldırdığınız məsələ nə idi? Qaldırdığımız Birinci, məsələ ilk məsələ- birinci 3000 dəfn pulu. Dəfn Hansı ki, şəhidlər şəhid olan vaxtı o dönəmdə hamımız bilirik ki, 90-cı ildə hərc-mərcilik var idi. Yəni vəziyyət çox gərgin idi də, işsizlik, aclıq. Ona görə həm də şəhid ailələrinin başı qarışmışdı ki, şəhidini dəfn eləsin. Birtəhər şəhidinin dəfninə görə gələnlərə hüzur məclisi verilsin. Öz büdcələrindən bunlar bunu eləmişdilər. Bütün şəhid anaları, əksəriyyəti də ki, nakam şəhid analarıdır. Onlar balaları üçün yığıb topaladıqları, hansı ki, toylarına xərcləmək istədiklərini gətirdilər, şəhidlərinin dəfnində istifadə elədilər. O vaxt heç kəs bu haqda fikirləşmirdi. Amma indi əgər dəyər qiymət veririksə, necə olur? Biz 41-45-dəkiləri yad eləyiriksə, hansı ki, Sovet dönəmində Sovet torpaqları uğrunda döyüşə gedən, onları bu gün də biz dəyərləndiririk qiymətlə. Bəs yaxşı, Qarabağ haradır? Qarabağ Azərbaycanın canıdır. Qarabağ uğrunda 90-cı ildə olan şəhid olanların haqqı, hüququ niyə tapdalanır? Niyə onlar 3000 dəfn pulundan, o 3000-dən bizim şəhidlərimizi geri qaytarmırsınız? Biz, bəziləri var ki, deyir ki, bunlar şəhidlərini pula satırlar, pul tələb edirlər. Xeyr, əziz izləyicilər, o 3000 çəkilən əziyyətə və yaxud da ki, o şəhidlərimizi heç kim geri qaytarmır. Birin elə özümün adımdan deyirəm. Mənə heç bir şey lazım deyil. Qaytara bilirsinizsə qaytarın, ay məmurlar. Hansı ki, 90-ları tanımaq istəmirsiniz də. Qaytarın mənim həyat yoldaşımı, üzr istəyirəm böyüklərdən. Mənim uşağımın boynu küçük qalmasın, atası yanında olsun. Qaytara bilirsinizsə qaytarın mənim şəhidimi. Qaytarın geri, onun çəkdiyi əziyyəti, qaytarın geri, gəlsin otursun uşağının yanında. Mən də gedim oturum evdə, yoldaşım getsin 5 manat qazansın, mən oturum onu yeyim. Mənə heç kimdən heç nə lazım deyil. Mənim şəhidimi geri qaytara bilmərsən. O 3000-ni lap beləsən mənə 300.000 də versən. Mənə onu qaytara bilmərsən. Nə də ki, şəhid analarına qaytar. O 3000-i niyə istəyirik? Ona açıqlama verim. Çünki o dövrdəki şəhidlərin necə deyirlər, dəfn olunduqları yerlər var, qəbirləri. Həmən o qəbirlər ailələrin öz büdcəsi ilə olunmuş bir qəbirlərdir. Onlar artıq köhnəlib. Eləsi var ki, əyilib, qırılıb və yaxud da ki, artıq sınıb. Bunlar necə deyirlər, bərpa olunmalıdır da. Bu şəhidlərin də anaları nə alır? 600 manatla onu eləmək olarmı? Mümkün deyil də. Deyirlər ki, bax, bəli var, əyalətlərimizdə var ki, şəhid ailələri var ki, müraciət edirlər ki, mənim yoldaşımın və yaxud da ki, oğlumun qəbri aşıb. Artıq qəbir itib. Müraciət eləmişik bəzi məmurlara, orqanlara, bizə deyirlər ki, biz onu eləyə bilmərik. Məcburdur ki, getsin, ya faizə girsin, ya kredit götürsün, hansı ki, aldığı 600 manatdan kredit ödənişi eləsin və yaxud da pensiyasına kredit ödənişi eləsin ki, həmən o şəhidinin məzarının üstün götürsün. 3000 buna görə istənilir, əziz izləyicilər. Heç kim şəhidini pula satmır. Heç kim də şəhidinin pulla əvəzləyə bilməz.
Mümkünsüz şeydir. Amma orden medallar, bəli, o onların haqqıdır. Çünki onlar əli yalın, yarı ac, yarı tox, ailələrindən xəbəri olmadan, döyüş sursatları olmadan onlar can qoyublar. Onlar olmasaydı 80% torpağımız da qalmazdı. Eynən. O onların haqqıdır. Orden medallar haqqıdır. Birbaşa haqqıdır onların. Mən Şəhid Tağıyev Elşənin milli qəhrəman adı verilib. Verilməyib. Bax, biz onu... Bax elə o Şirin Mirzəyevin Bəli, bəli, bəli. komutanımızın, rəhmətli Ayın komutanımızın 22-sində əl yazması ilə ona yazılmış, 22-sində onun haqqında yazılmış məktubdur. Bəli, bəli. 22-sində biz şəxsi heyətin qəbulunda olduq. Müdafiə Nazirliyinin şəxsi heyətində Bu ayın olduq. 22-si. Bəli, bəli. Bu ayın 22-si. Hı. 20 yanvarın 22-sində. Qəbulda olduq. Orada bax, həmən qəbuldan da ərizə ilə və şəhid ailələrinin imzası ilə orada olanların, yəni bizim orada olduğumuz sübutdur. Bu sübutdur. Orada olduq. Mən bunu bir nümunə kimi orada göstərdim ki, bəzi şəhidlərimizdə belə bir sənədlər var. Bu sənədlər nə kimi rol oynayır? Bizi qəbul edən şəxsi heyətin üzvü dedi ki, bu özü böyük bir rol oynayır.